Azərbaycanda bəzi aylarda ard-arda qeyri-iş günlərinin olması müxtəlif aspektlərdən dəyərləndirilir. Bayram və istirahət günləri bir tərəfdən insanların dincəlməsi üçün fürsət yaradır. Digər tərəfdə isə işlərin dayanması ilə bağlı narahatlıqlar doğurur. Xüsusilə özəl sektorda bu məsələ zaman-zaman narazılıqlara səbəb olur. Qeyri-iş günlərinin çoxluğu məhsuldarlığa və iqtisadi proseslərə necə təsir edir? News 24 azın məlumatına görə Qlobal Info-ya danışan iqtisadçı Altay İsmailov bildirib ki, Azərbaycan istirahət günlərinin sayına görə bəzi ölkələrdən öndədir. Buna obyektiv yanaşsaq deyə bilərik ki, istirahət günlərinin çox olması iqtisadiyyata zərərlidir. Digər tərəfdən insanların hazırki psixoloji durumu onların effektiv çalışması ilə əlaqəlidir. Tətil günlərinin olması da buna təsir edir. Paralel olaraq vətəndaşların fiziki rahatlığı bu yolla təmin olunur. İqtisadçı onu da bildirib ki, dünyada iş saatlarının azaldılması istiqamətində tədbirlər görülür. Əvvəlcə 6 günlük çalışma rejimi 5 günə endirildi. İndi böyük şirkətlər bunu 4 gün olaraq tənzimləyiblər. Hətta bu sistem tətbiq edən məşhur şirkətlərdən biri qərardan sonra məhsuldarlığın 30-40% artdığını müəyyənləşdirmişdi. Təəssüf ki, hazırki qanunvericiliyə görə ölkəmizdə 4 günlük iş rejiminə keçid mümkün deyil. Yaxın zamanda bu real görünmür və aktual deyil. Lakin düşünürəm ki, istirahət günlərinin bir neçə gün artıq olması iqtisadiyyata ciddi zərər verməz.